Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Mətanət Əlverdiyevanın verilişinin adından istifadə edərək dərəduzluq etməyə cəhd ediblər. Xəbər verilir ki, bu barədə aparıcı Xəsər axşamı verilişində danışıb. Bugün bir rəfiqəm mənə zəng edib ki, və deyir ki, yaxın olduğu bir müğənni mənim verilişimdə qonaq olacaq. Mən də proqramıma bugün kimlərin dəvət olunduğunu bilmirəm. Deməli, bir nəfər həmin müğənniyə bizim prodüserimizin adından zəng edib və deyib ki, Mətanət xanımın verilişinə dəvətlisən, amma ki, kartıma 200 manat göndər. Rəfiqəm bu hadisəni mənə danışan kimi qıcıqlandım. Bilirəm ki, bizim əməkdaşımız belə iş görməz. Həmin şəxsin nömrəsini istədim və bizim prodüserimiz olmadığını öyrəndim. Yenə başlandı. Bu məsələlər bir ara sərgimişdi. Bu 200 manatla nə varlı, nə də kasıb olacaqsınız. Amma sizin 200'lü olduğunuz üzə çıxdı.